Bu qız uşağının, qız övladının əlində 2 alma olur. Ana almanın meyl çəkdiyindən qızına buyurur ki, qızım, o almalardan birini mənə ver. Uşaqlarda bəzən görsən olur da, özünə mənimsəmə, hər şey istəmə. Bu qız uşağı ananın bu sözündən sonra dərhal arxasını anaya çevirir, almalar əlində bərk-bərk sıxır. Ana bir anlıq gözü dolumsunur. Bəzən görsən, insan öz balasından da küsür, atasından, doğmadan da könül uman yerdən. Yəni, öz-özünə bir anlıq düşünür ki, mən balama həyatımı həsr eləmişəm. Canımı belə gözümü qırpmadan balama verərəm, amma mən körpə balama deyirəm ki, alma 2'dir, bir olsaydı heç istəməzdim. İkisindən birini mənə ver, amma bu almaları bərk-bərk sıxaraq arxasını mənə çevirir. Ananın gözü dolumsunur. Bu anda uşaq üzünü çevirir, deyir, ana al, buyur. Deyir, bəs əvvəl istəyəndə niyə vermədin qızım? İndi verdin. Deyir, ana, sən istəyəndə hansının daha yaxşı olduğunu bilmirdim. Üzümü çevirdim, baxım görüm, hansı alma daha yaxşıdır, onu sənə verim. Ən yaxşısını istədim sənə verəm. Baxın, bir neçə saniyəlikmi, dəqiqə çəkər çəkməz. O nə düşünür? Amma ana öz övladı haqqında balam almanı mənə qıymır, vermir deyə düşünür. Yəni, biz də insanların etdikləri haqqında, sözləri, ifadələri, hərəkəti haqqında həqiqəti, pərdənin arxasını bilmədiyimizə görə dərhal o haqda ana bu dəfə özünü bağışlaya bilmir. Ki, Allah, balam mənim haqqımda nə düşünür, amma mən balamın haqqında o almanı mənə qıymır, vermək istəmir deyə. Hadisələr də bu cürdür. İnanın,